Əmir əl-Möminin Əli əleyhissalam xanım Fatiməni gizli dəfn etdi. Qəbrinin yerini hamarlayıb gizlətdi və sonra ayağa qalxıb, üzünü Allahın Rəsulunun qəbrinə tutaraq dedi: "Məndən sənə salam olsun. Allahın Rəsulu və qızın tərəfindən də salam yetirirəm. Elə indi sənin görüşünə gəlir. Artıq məndən ayrıldı və sənin dəfn olunduğun yerdə torpağa yatdı. Allahın istəyi bu oldu ki, sənə tez qovuşsun. Ey Allahın Rəsulu, layiqli qızının ayrılığına səbrim çatmır. Aləm qadınlarının xanımının ayrılığına taqətim yoxdur. Yalnız sənin sünnənə itayətim bu ayrılığa təsəllidir. Hələ o zaman mən özüm səni qəbrə qoydum. Başın sinəmdə can verdin. Bəli, Allahın kitabında bunların gözəl əvəzi vardı. Hamımız Allah tərəfindənik və ona doğru qayıdacağıq. Axır əmanət qaytarıldı. Girov geri alındı və Zəhra əlimdən çıxdı. Ey Allahın Rəsulu, daha bu göy, səma və qara torpağın nə qiyməti var? Qəm-qüssəm daimi, gecələri oyaq və Allahın sənə verdiyi evə məni qovuşturmayınca qəm-qüssəm qəlbimdən çıxmayacaq. Qüssə məni yandırır və kədər rahatlığımı alıb. Bizim aramızda nə tez ayrılıq düşdü. Daha Allaha şikayətlənirəm. Qızın özü ümmətinin ona qarşı zülümdə əlbir olması haqda sənə xəbər verəcək. Bütün hadisəni ondan soruşar və vəziyyətini öyrənərsən. Çünki qəm-qüssə ilə dolu ürəyini açmağa bir fürsət tapmırdı. İndi isə onu sənə deyər və Allah özü hökm kəsər. O hökm kəsənlərin ən yaxşısıdır. Artıq səninlə nə qəzəb, nə də yorğunluq üzündən vidalaşıram. Buradan məni ayıran yorğunluq olmadığı kimi, qalsam da Allahın səbirlilərə verdiyi vədə pis güman üzündən deyil.